Bismillahirrahmanirrahim. Velhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Muhammedin ve alihi tahirin. Esselamu aleyki ya Fatımete bint Resulillah. İsmetul kubra ve hüccetallahi alel huccad. Selam olsun sana ey Fatıma-i Zehra ana, ey peygamber balası, ey paçlıq ve ismet numunesi, ey Allah hüccetleri üzerinde hüccet. Bəli, bu cür salamı böyüklər xanım Fatıma-i Zehra salamullah aleyha ərz ediblər. Əziz xanımlar, əziz analar, əziz bacılar, əziz qızlar, hamınızı bütünlüklə Əhl-i Beyt sevər, Əhl-i Beyt aşiqlərini xanım Fatıma-i Zəhra salamullah aleyhanın bu gözəl mövlud günü münasibətilə təbrik edir və can dildən sizlərə xanım Zəhra salamullah aleyhanın duasını arzu edirik. Qoy xanım Fatıma-i Zəhra salamullah aleyha özü bizlərə, sizlərə, cümlə Əhl-i Beyt sevərlərə duaçı olsun, başda İmam-ı Zaman ağamız olmaqla zühuru təcil olsun və anası Zəhra salamullah aleyhanın o mübarək qəbrini, ziyarəti şərifini, şərifəsini tezliklə aşkar eləsin və zalim və qatillərindən qisas alıb dünyanı haqq ədalətlə doldursun. Və biz də buna şahid olaq, övladlarımızla bahəm o günü inşallah Allah bizlərə nəsib etsin və bizlər heç zaman bu Əhl-i Beyt və Əimə-i Əthardan 12 imam 14 məsumdan ayrı salmasın. Həm bu dünyada, həm axirətdə onların gözəl ziyarətlərini və şəfaətlərini cümlə hamımıza qismət eləsin inşallah. Bugünkü gündə, bu gözəl gündə biz də sizləri öz növbəmizdə və sizin ailə üzvlərinizi təbrik edir, sizlərə can sağlığı, uzun ömür arzu edirik. Allah bizləri xanım Fatıma-i Zəhranın yolundan ayrı salmasın. Bu yolda sabit qədəm qərar versin inşallah. Vəsselamun aleykum cəmiən və rəhmətullahi və bərəkatuhu.